Barama qurdu saxlayırıq artıq 27-ci gündür. Bu dəfə vlog çox maraqlı olacaq. Çünki hər birimizin səbirsizliklə gözlədiyi həmin an gəlib çatdı. Bəli, qurdlar artıq barama hazırlamağa başlayıb. Bu prosesdə ən maraqlı hissə təbii ki budur. 4-cü yuxudan oyanan və doymuş qurdlar artıq başlayırlar barama hazırlamağa. Təbii ki hələ hamısı hazırlamayıb. Artıq baramalar göründüyünə görə onlara yenidən gündə 2 dəfə yemək vermək qərarına gəldik. Çünki digər barama hazırlamayan qurdlar da doyub vaxtında onlar da barama hazırlaya bilsinlər deyə. Hər iki yerdə də barama qurdlarına yemək veririk. Burada da yolun ortasına düşmüş barama qurdlarını təmizləyirək ayaq altında əzilməsi. Bu da ölmüş qurddur. Təbii ki, bəzən belə hallarda yaşanır. Keçən dəfəki vlogda qeyd etməyi unutmuşdum. Ümumiyyətlə barama qurdlarına baxarkən çox ehtiyatlı olmaq lazımdır. Çünki onları həm quşlar, həm də qarışqalar belə yeyib tələf edə bilir. Barama qurdlarına yemək verəndən sonra gəldik yenə qonşumuz gilə onlara daha çox yarpaq toplaya bilmək üçün. Bağdakı ağaclardan yarpaq toplamaq, budaq toplanmaq daha asandır. Ən azından həm ağcaqanadlar yoxdur, həm də ki kölgəlik yerlər daha çoxdur. Burada da qonşumuz bizi bizim milli yeməyimiz olan maxaraya qonaq etdi. Bəs siz heç maxaranın dadına baxmısınız? Fikirlərinizi yorumda gözləyirəm. Fasiləmizi etdikdən sonra yenidən işimizin başına keçirik. Qurdlara həm səhər, həm də axşam verə biləcək qədər yemək topladıqdan sonra padıqlarımızı doldururuq traktorun qoşqusuna. Ardınca da yollanırıq yenidən qurdlara yemək verməyə. Biz qurdları saxlamaq üçün mayın 2-si götürmüşdük və ayın 29-u da barama hazırlamağa başladı. Təbii ki, bu proses hər kəsə eyni qaydada olmur. Bəzənə daha tez, bəzənə isə daha gec barama hazırlana bilər. Bir çoxlarınız biz bu barama qurdlarını nəyə görə saxlayırıq deyə sual vermisiniz. Əvvəlki vloqlara baxmanızı tövsiyə edirəm. Orada daha ətraflı şəkildə bu haqda danışmışam. Artıq bir neçə gündən sonra bütün qurdlar da artıq baramanı hazırlayıb bitirəcəklər. Təbii ki, ən maraqlı hissədə baramaları təmizləmək olacaq. Əlbəttə ki, onları da sizə göstərəcəm. Əslində çox maraqlı bir işdir. Eyni zamanda da həm də çox yorucudur. Bu proseslə bağlı bilmək istədiklərinizi yorumda qeyd edə bilərsiniz. Növbəti vloqda onlar haqqında daha ətraflı məlumat verim sizlərə.